Lamiyə başlayaq səndən. Başlayaq müəllimə. Deməli, bugün baxırıq quşlar və məməlilərə. Quşlar və məməlilər hansı dövrdə yarandılar? İlk dəfə məməlilər Triasda, quşlar isə Yura dövründə. Quşun əcdadı Yuradaydı, amma əsl quşlar Əsl quşlar Təbəşirdə, həmçinin əsl məməlilər də. əsl məməlilər də Təbəşirdə yarandı. Quşlar və məməlilər Lamarkda neçənci pillədə yerləşirdi? Hər ikisi 6-cı pillədir. Bunlar istiqanlı yoxsa soyuqqanlıdılar? İstiqanlı. Quşlarda uçmaqla əlaqədar qazanılan uyğunlaşmalar? Məsələn, içərisi boş sümükləri deyə bilərik. Dişlərin reduksiyaya uğraması, sidik hissəsinin reduksiyaya uğramasını deyə bilərik. Sonra? Sonra sağ yumurtalığı da həmçinin reduksiyaya uğramışdı. Diri bala doğma yox idi, ağzında diş yoxdur, maddələrin mübadiləsi sürətli gedir. Bunlar hamısı uçmaqla qazanılan uyğunlaşma idi. Bir də təkamül yolu olaraq nə deyirdik buna? İdadaptasiya. Qız yox, onu itirib, bunu itirib. Hə, degenerasiya. Degenerasiya idi. İlk dəfə məməlilərdə yaranmışdı nə? Süd vəzləri, ümumiyyətlə tər, süd, piy bunlar yaranmışdı, qoxu vəzləri. Bundan əlavə əzəlili diafraqma, dişlərin yuvalarda yerləşməsini deyə bilərik. 7 boyun fəqərəsi, plasentanın ciyənin olması, başqa 3 cüt qulaq sümükçüyünün olması. Bəli. Sonra Qulaq seyvanı. Hə, qulaq heyvanı, bəli, bunlardaydı. 3 eşitmə sümüyündə dedik. Bunlar ilk dəfə məməlilərdə yarananlardır. Bir də yalnız məməliyə aid olan xüsusiyyətlərdirlər. Mimik əzəllər falan bunlar məməlilərdə var idi. Quşlar Həmçinin insanbənzər meymunlarda da var idi mimik əzələlər. Məməlilərdən bəli, insanbənzər meymunlarda var idi. Quşların onurğa sütununun hansı şöbələri hərəkətlidir? Boyun hərəkətlidir, amma bəzi quşlarda quyruq da hərəkət eləyə bilər. Bəli, boyun, amma daha çox hissəsi boyun hissə hərəkətli idi. Bunlarda yalnız quşlara aid olan əlamətlərdən nəyi deyə bilərik? Yəni yalnız quşlar sinfi üçün xarakterik olan. Hə, elə əlamət olsun ki, yalnız quşlarda olsun. Məsələn, körpücük sümüyünün öndə birləşib çəngəl əmələ gətirməsini deyə bilərik. Döş tili. Döş tili yox. Hə, düzdür, döş tili məməlilərdə də var idi. Məsələn, Pəncə lüləsi. Pəncə lüləsi, bəli. Həmçinin içərisi boş sümüklər də yalnız quşlardaydı da. Bunu da deyirlər, amma yəni istisna olmuş ola bilər hansısa canlılarda. Ona görə yalnız məsələn pəncə lüləsinin əminliklə deyə bilərik ki, yalnız quşlarda var idi. Lələklər neçə yerə bölünürdü? Çalma lələkləri, sükan, tiftik, qıl lələklər. Kontur lələkləri deyirik, bədəni örtürdü. Bunlar da 3 yerə bölünürdü. Bəli. Biçin lələkləri, sükan, bir də çalma lələkləri. Çalma, sükan, bir də örtük lələklər dediyimiz. Çalma lələklər bədən hansı hissəsində birləşir? Ümumiyyətlə, bazuya birləşmirdi ön ətrafdan. Sayda ön pəncəyə birləşənlər 1-ci dərəcəli, sayda birləşənlər 2-ci dərəcəli çalma lələkləri. Yəni ən uzunlar sayda birləşirdi, ondan biraz qısa olanlar, ən uzunlar daha sonra pəncəyə, ondan biraz qısa olanlar sayda birləşirdi. Bazu hissəsində yox idi. Onurğalıların hansı siniflərində anal dəliyə rast gəlmək olar? Demək, onurğalılarda, balıqlarda, bir də məməlilərdə, ali məməlilərdə. Bəs xordallarda desək? Onda bir də neştərsindən əlavə eləyərik. Onlarda da anal dəlik var idi. Quşlarda ifrazat sisteminin quruluşu? Bunlarda cüt saydaydı. Bir cüt böyrək, bir cüt sidik yaxarları, bir də sidik hissəsi yox idi. Vəssalam. Onda desək ki, hansı onurğalılarda ifrazat sistemi orqanları cüt saydadır? Quşlarda. Bəs onurğasızlardan desəm? Metanefridisi olanlarda. Bəli. Məsələn, soxulcanda. Bir də məsələn, xərçəngi deyə bilərsən, yaşıl bəzlər. Onlar Hə, bəli. Bir cüt idi onlarda da. Bəli. Bəs hansı onurğalılarda qabırğalar daha çox sümüklə birləşmə əmələ gətirdi? Döş qəfəsi olanlar deyə bilərik. Yox, qabırğaların daha çox sümüyə birləşməsi. Hə, elə quşlarda. Məsələn, onlarda deyirdik ki, yanlardan, məsələn, ortadakı qabırğaları götürsək,
Yanlardan digər qabırğalarla birləşmə əmələ gətirirdi. Aşağıdan döş dili ilə, yuxarıdan döş fəqərələri ilə. Yəni bir ortada yerləşən qabırğanı götürsək neçə sümüklə birləşirdi? 4 sınıflı. Amma öndən ikisi, arxadan ikisi desək, Onda deməli aşağı, yuxarı, bir də yandan 3 dənə. 3 dənə. Öndən ilk 2 dənəsi, bir də arxadan son 2 dənəsi sadəcə 3 sümüklə birləşirdi. Quşlarda döş sümüyünə çiyin qurşağının bilavasitə hansı sümüyü birləşir? Qarğa sümüyü. Onda quşun çiyin qurşağında hansı sümüklər var idi? 6 sümüyü idi. Kürək, körpücük, qarğa. 2, 2, 2. Aha, məməllərin çiyin qurşağında hansı sümüklər var idi? Bunlarda dəyişirdi. Məsələn, primat yarasa, bir də insanda kürəklə körpücük var idi. İlk məməlilərdə hər üçü var idi. Bir də 4 ayaq üzərində gəzən məməlilərdə yalnız kürək sümükləri var idi. 4 ayaq üzərində gəzən məməlilər dediyimiz, Məsələn, it pişik, cüt dırnaqlı, tək dırnaqlı. yəni tək dırnaqlı, cüt dırnaqlı yırtıcı, bir də xortumlar. Bunlarda yalnız kürək sümüyü var idi. Hansı məməlilərdə qurşaq sümüklərinin hamısı yastı sümüklərdir? Elə məsələn bu dediklərimiz 4 ayaq üzərində gəzənlərdə. Hansı məməlilərdə döş sümüyü yalnız gövdə sümükləri ilə birləşir? Döş sümüyü yalnız gövdə sümükləri ilə məməlilər dediniz. Bəli. Elə bunlardan. Yenə də 4 ayaq gəzənlərdə körpücük yoxdur ki, yalnız qabırğalarla. O da gövdə sümükləridir dediyimiz birləşmə əmələ gətirirdi. Quşlarda qanadı qaldırıb bir də endirən əzəllər hansıları idi? Demək ki, qanadı qaldıranlar körpücüyaltı əzələləri idi. Qanadı endirənlər isə döş əzələləri. Körpücük altı qaldırırdı və harda yerləşirdi körpücüyaltı əzəllər? Elə körpücük sümüyünün altında yerləşər. Dərslikdə var idi o. Cümlə ilə yazmışdı ki, döş əzəlləri qanadları endirir, bunun altında yerləşən körpücüyaltı əzəllər. Deməli, körpücüyaltı harda yerləşirdi? Döş əzələlərinin altında. Bəli, alt hissəsində yerləşirdi. Həzm sistemi orqanlarının ardıcıllığı? Ağız, udlaq, qida borusu, çinadan qida borusunun genişlənmiş hissəsi idi. Mədə, bağırsaq, kloaka. Mədə neçə şöbəlidir? 2 şöbəli. Birinci şöbəsi? Vəzili, əzələli. Birinci vəzlidir, sonra əzələvidir. İlk dəfə 2 şöbəli mədə kimdə yarandı? Həlqəvi qurdlarda, soxulcanda. Bəli. Bəs bunun mədə şöbəsi ilə, bir də başqa kimlərdə var 2 şöbəli? Bir də xərçəng kimlərdə. Deməli, soxulcan, quşlar, bir də xərçənglərdə idi. Xərçəngin mədə şöbəsi ilə quşun mədə şöbəsini müqayisə eləsən? Fərq o idi, müqayisə eləyəndə əslində hər ikisi 2 şöbəli idi, amma fərq o idi ki, xərçəngdə birinci böyük mədə, yəni birinci əzələli, sonra vəzili. Bunlarda isə əksinə, birinci vəzili, sonra əzələli olurdu quşlarda. Fitin dişçikli də. Birinci Bəli. mədə üdücü şöbəsi, sonra süzücü. Bunlarda isə birinci vəzlidir, sonra əzələvi idi. Çinədana ilk dəfə kimdə rast gəldik? O da həlqəvi qurdlarda. Başqa kimlərdə var idi çinədan? Məsələn, sorucu qida ilə qidalanan həşəratlarda. Həşəratlarda var, həlqəvilərdə var, bir də quşlarda var idi. Amma quşların hamısında yox idi. Onlarda da bəzilərində var idi. Heç, buna görə də deyirdik də, əksər quşlarda var idi çinadan. Bəli. İfrazat sistemi axarları hara açılırdı? Kloakaya. Əgər quş cinsi xromosoma görə 2 fərqli tipdə qamet əmələ gətirirsə, onun Deməli, dişi quşdur. kloakasına neçə dənə axar açılırdı? Dişi quşda demişdik ki, sidik yumurtalığın biri olmurdu. Onda bir bağırsaqdan açılırdı, 2 ifrazatdan, bir də cinsiyyətdən. Neçə sistemin axarı açılırdı? Elə 3 sistemin, amma 4 axarı. 3 növ. Əgər quşun əmələ gətirdiyi qametlərin hamısı eyni tip cinsi xromosoma malikdirsə, Deməli, erkək quşdur. o zaman onun kloakasına neçə dənə axar açılırdı? Elə normal bildiyimiz kimi 5 axar. Deməli, bunlarda həzmlə hansı məhsul qarışırdı? Həzm, cinsiyyət, ifrazat. Amma belə bir şey var idi ki, məsələn, həzmlə
daha doğrusu bunların üçü də kloakaya açılırdı. Aha, Amma həzmin ifrazat qarışırdı. Cinsiyyət başqa vaxt olurdu. bəli, cinsiyyət ayrılıqda açılır, cinsiyyət bunlarla qarışmır. Kloakaya onurğaların neçə sinifində rast gəlirik? Məsələn, quşlarda dedik, ilk məməlilərdə, sürünəndə, bir də qurbağada. Bəli, suda burada yaşayan sürünən quş və ilk məməlilərdə idi. Hansı hava kisələrində qaz mübadiləsi gedir? Ümumiyyətlə hava kisələrində qaz mübadiləsiz getmirdi. Bəli. Hansı hava kisələrində oksigenlə zəngin hava var idi? Ön hava kisələrində. Niyə? Arxada olmurdu axı. Hə, deməli belə olurdu da. Havanı udurdu, birbaşa gedirdi ağciyərə, sonra arxa hava kisələrinə. Bəli. Orada hava mübadilə eləmirdi. Ah, Deməli ağciyərdə mübadilə olunmuş hava keçirdi ön hava kisələrinə, arxadakılar da keçirdi ağciyərlərə. bəli. Bax indi burada göy xətlərlə verilmiş ardıcıllığa bax. Hava daxil olur ağciyərə və arxa hava kisəsinə. Ağciyərə hava dolduqca ağciyərdəki hava keçirdi ön hava kisəsinə. Arxa hava kisəsində deməli oksigenlə zəngin hava var. Çünki indi dolub. Mübadilə olunmuş ön hava kisəsinə keçəndə burada da karbon qazı ilə zəngin hava var idi. Quş nə zaman 2 qat tənəffüs eləyirdi? İstənilən halda eləyə bilirdi. İstər uçanda, istər yeriyəndə. Həmişə 2 qat tənəffüs hərəkət eləyir. Əgər quşun qanı 10 dəfə oksigenlə zənginləşibsə, o neçə tənəffüs hərəkəti eləyib? Hər tənəffüs hərəkətində 2 dəfə oksigenlə zənginləşər. Bəli. Onda dediniz 10 dənə tənəffüs hərəkəti eləyib. 10 dəfə oksigenlə zənginləşibsə, Deməli 5 tənəffüs hərəkəti eləyib. bəli. Məməli bu qədər tənəffüs hərəkəti edərsə, onun qanı neçə dəfə oksigenlə zənginləşər? Məməlilərdə elə bir dəfə oksigenlə zənginləşirdi, onda elə 10 dəfə. O da ancaq nəfəs almadan. Yox, 5 tənəffüs hərəkətindən gedirdi söhbət. 5 Hə, bəli, 5 dəfə dəfə. edibsə, 5 dəfə də zənginləşir. Quş və məməli udduğu havadakı oksigenin neçə faizini mənimsəyir? Quş 80-90%-ni, məməli isə 20-25%-ni. İnsan? İnsan 5%-ni. Bəli. Quşun bədən temperaturu nə qədər idi? 46-47 idi səhv eləmirəmsə. Necə idi? Bişir ki da yox. Mənim quşda çox idi, 40-dan çox idi. 42-43 idi onda. 42-43 idi. Bəli. Quşlarda demək bədən temperaturu 42-43-dür. Bu onun hündürdə uçmasına kömək eləyirdi. Çünki hündürə qalxdıqca temperatur aşağı düşürdü axı. Sinir sisteminin quruluşu necə idi? Demək bunlarda baş beyin və onurğa beynindən ibarət idi. Baş beyin yenə də 5 şöbəli idi. Ara beyin zəif inkişaf eləmişdi bunlarda. Başqa nə deyə bilərik? Yəni yarımkürələr hansı beyin şöbələrinin Hə, üzərində oturdu? onlar deyim. Deməli bunlarda beyincik qırışlı idi sadəcə. Və yarımkürələr də yalnız ara beyni örtürdü. Bəli, yarımkürə ancaq ara beyin. Məməlidə bu necə idi bəs? Məməlilərdə isə o ara və ortanı. Onlarda neçə beyin şöbəsinin üzəri qırışlı idi? Məməlilərdə həm beyinciyin, həm yarımkürələrin. Bəli. Hiss orqanları nə idi quşlarda? Quşlarda hamısı var idi. Qoxu bilmə, görmə, eşitmə. Biraz qoxu bilmə zəif idi, Hə, digərləri bəli. Görmə və eşitmə güclü idi, qoxu bilmə nisbətən zəif idi. neçə dənə göz qapağı var idi? Hər gözdə 3. Yəni 3 cüt. 3 cüt. Üstü alt bir də qırpma pərdələri var idi. İlk dəfə 3 cüt göz qapağı kimdə yaranmışdı? Qurbağada. İlk dəfə də Aysosuda burada yaşayanlarda yaranmışdı. Məməlilərin demək ekoloji qruplarından hansıları deyə bilərik? Məməlilərdən məsələn, torpaqda yaşayanlar, bunlara aid idi cütdırnaqlılar, təkdırnaqlılar. Təkdırnaqlarda məsələn at, eşək, zebr bilirik. Sonra canavar, hepard. Deməli quruda yaşayan məməli var idi. Su və yarımsu məməliləri var idi. Bir də uçan məməlilər var idi. Quruda Bəli. yaşayanlar sən dediyin torpağın üstündə gəzənlər idi, təkdırnaqlı, cütdırnaqlı idi. Aha. Sonra suda yaşayanlara məsələn balinalar, kaşalot, bunlar deyə bilərik. Sonra yarımsulara ondatra, qunduz, ördəkburun. Uçan məməlilərdən də yarasını bilirik. Deməli torpaqda yaşayan məməlilərin qazandığı uyğunlaşmalar. Məsələn, onlar torpaqda yaşamaqla əlaqədar güclü qaçma qabiliyyətinə malik idilər. Torpağın Ətrafları
güclü inkişaf eləmişdi. Əzələli boyunları var idi. Aha, sən torpağın üstündə yaşayanlar deyirsən, hə? Hə, bəli, torpağın içində yaşayanlar da isə məsələn köstəbəkləri bilirik. Onlarda döş dili var idi ki, torpağı yara bilsinlər. Sonra ön pəncələri yaxşı inkişaf eləmişdi. Köstəbək, yerəşən, sümbülqıran, çöl sıçanı, bunlar torpağın içində yaşayırdı. Hansı orqanlar rudimenti idi? Demək ki, qulaqları, Hı -hı. gözləri, bir də quyruqları da qalıq halında ola bilirdi. Bəli, boyunları seçilmirdi, bədən qısa idi. Xəzdərləri Bir də isə körpüyü sıx idi, qısa idi. aha, xəzləri qısa idi və qalın idi. Sıx idilər ki, torpaq dolmasın arasında, həm də onları soyuqdan qorusun deyə. Bir də köstəbəklərdə deyildiyin nə var idi? Döş dili. Döş dili var idi. Köstəbəyin ön ətrafı ilə dana dişin ön ətrafı. Homolojidir yoxsa analojidir? Demək müxtəlif mənşədən idi. Biri dəri çıxıntısı idi, biri sümük çıxıntısı idi, amma eyni məqsədə xidmət eləyirdi, analoji idi onunki. Analoji orqandır, bəli. Biri onurğasızdır, biri də onurğalı idi. Quru ilə əlaqəsini kəsməyən su məməlisi hansı idi? Su iti. Hansı məqsədlər üçün quruya çıxırdı? Demək 3 dənə məqsəd var idi. Tüləmə, çoxalma, bir də dincəlmək. Bəli, tükün dəyişməsi, tüləmə dediyimiz, çoxalma və dincəlmə üçün. Yarımsu həyat tərzi keçirdənlər hansılara aid oldu? Ondatra, qunduz, bir də ördək burnu. Ördək burnu. Bunlar da deməli yarımsu həyat tərzi keçirdirdilər. Bunlarda həm də Bəli, həm suda fəaliyyət göstərə bilirdi, həm də quruda. ay suda da üzürdülər, quruda da gəzirdilər. Bir də quyruqları sükan rolunu yerinə yetirirdi. Tük örtüklərdə yaxşı inkişaf Yaxşı istəsən. olmasın deyə. Quşların dərisində hansı vəzi var idi? Əslində quşun dərisi vəzlərdən məhrum idi, amma bir dənə büzdün vəzisi var idi ki, piy vəzisi var idi burada. Aha. Lələklərə parlaqlıq verirdi. Hansı quşlarda daha yaxşı inkişaf eləmişdi? Su quşlarında. Bəli, su quşları. Qəşəng qızım. Tamam. Sağ olun müəllimə. Buyurunuz. Ülkər, Bəli, müəllimə. elə bu məməllərin ekoloji qruplarından uçan məməllərdən danışaq. Uçan məməllərə kim aid idi? Yarasa aid idi. Burada uçma ilə əlaqədar olaraq onda deyirik döş dili var idi və qanadlarının da o ətraflarının da əmələ gəlməsində barmaqlar, ətrafların sərbəst barmaqları var idi. Bir də həmin bu qanadların əmələ gəlməsində iştirak edən barmaqlar var idi ki, bir ön ətraflardan 4, 4, 8, 8 barmaq iştirak edirdi. Bir də ki, ətrafların arxa ətraflarında yan hissəsi iştirak edirdi pərdənin Pərdənin əmələ gəlməsində. Pərdənin əmələ gəlməsində. Amma aşağıdakı iki ətrafı sərbəst idi. Oradakı barmaqlar da sərbəst idi. 5, 5, 5, 10. Bir də ön ətrafdan da 2 dənəsi sərbəst idi. Ona görə 12 barmaq sərbəst idi. Ayşə, deməli yarasanın sərbəst barmaqları ümumi barmaqlarının neçə faizini təşkil edir? Deməli 60%-ni. Ayşə, 12/20 vur 100 kimi hesablayırdıq. Bəli. Desəm ki, yarasanın sərbəst pəncələrində olan barmaqlarının sayı ümumi barmaqlarının neçə faizidir? Sərbəst pəncə 10-dur, onda 50%. Aha, sərbəst pəncə dediyimiz arxa pəncələrdir. Ön pəncə də pərdənin əmələ gəlməsində iştirak edir deyə sərbəst deyil. Amma arxa pəncələri sərbəst idi, pərdənin içərisində deyil. Bu da bəli 50%-ni təşkil edirdi. Yarasanın qanadı ilə kəpənəyin qanadını müqayisə eləsən, Kəpənəyin qanadı dəri törəməsidir, amma yarasada burada sümüklər iştirak edir deyə onda analoji orqan demək olar. analoji orqandır. Bunda ön ətrafdır, onlarda isə dəri törəmələri idi. İlk dəfə dişlərin ixtisaslaşması kimdə idi? Perimdə idi. İlk birinci o keçid forma kimi inostransiviyanı, bir də ki, sürünənlərdə teridontu demək olar. İlk teridontlardaydı, onlardan da sonra bəli inostransieviyadaydı. Məməllərdə də həmçinin dişlər ixtisaslaşıb. Bəli, köpək, azı, bir də kəsici dişləri. Məməllərin skeletinin quruluşunu desək, Demək başın, gövdənin, ətrafların, bir də quyruğun da skeletini demək olar. baş gövdə ətraflardır.
Bu da onurğanın adıdır əslində. Başın skeleti, kəllə qutusu deyək də. Kəllə qutusundan ibarət idi. Bəs onurğa sütununun skeleti 5 şöbədən ibarət idi. Boyun, döş, bel, bir də oma. oma və quyruq. Aha. 5 şöbədən ibarətdir. İlk dəfə 5 şöbəli onurğa sütununa kimdə rast gəlmişdik? Sürünənlər. Dövr. Dövr daş kömür. Məməllərin tənəffüs orqanı nədir? Ağciyərlər. Bütün məməllərdə ağciyər idi. Bəli. Bəli, suda yaşasalar belə hamısında ağciyər idi. Bəs alveollara ilk dəfə kimdə rast gəlmişdik? Məməllərdə. Yalnız da məməllərə aid olan xüsusiyyət idi. Məməlinin ürəyinin quruluşu ilə quşların ürəyinin quruluşunu müqayisə eləsək, Hər ikisi 4 kameralıdır. Sadəcə burada deməli qövsə görə, aorta qövsünə görə fərqlənir. Quşlarda deyirik ki, sağ mədəcikdən çıxır, amma sol aorta qövsüdür. ciddən çıxırdı uçuş. E, Deməli, onda sol mədəcikdən çıxır, amma sağ aorta qövsüdür. Quşlarda mədəcik olaraq soldur. Amma məməllərdə isə deyirik ki, sağ aorta qövsüdür, o da yenə sağ mədəcikdən çıxır. Qız dayan görün. Bir Sol. təzədən gələk. Hmm. Təzədən gələk. Quşlarla məməllərin ürəyini. Bu sadəcə aorta qövsünə görə fərqlənirdi. Quşlarda deyirik, var sağ aorta qövsü. Sol Sadəcə bu mədəcikdən çıxıb sağa doğru dönmüşdü. bəli. Məməllərdə Amma məməllərdə isə onda sağ sağ hə, sol mədəcikdən çıxıb sola doğru. Bizim ürəyimiz soldadır, belə yadında saxla. Sol mədəcikdən çıxıb sol aorta qövsü məməldədir. Sol mədəcikdən çıxıb sağa doğru quşlardadır. Aorta ümumiyyətlə sol mədəcikdən çıxır. Onlarda sağa dönür, bizdə elə soldan da çıxıb sola dönürdü. İlk dəfə 5 şöbəli baş beyin balıqlarda. məməllərdə bəs Məməllərdə də var. Sadəcə onun deyirik ki, yarım kürələrlə beyincik qırışlıdır. elə bir beyin şöbəsi denən ki, o yalnız məməldə olsun. Yarım kürələr. Qırışlı yarım kürələr. Yarım kürələr deyə bilərsən, amma yarım kürə quşlarda da var idi. Beyin şöbələrindən bir də 8-ci sinifdə demişdik. Ponsu, varol körpüsü. Bəli, pons və yaxud da körpü beyin, varol körpüsü dediyimiz yalnız məməllərdir. Orada hansı mərkəzlər idarə olunurdu? Çeynəmə mimik əzəllər. Aha, mimika yalnız məməllərdə olduğuna görə mimik əzəllər də ancaq bura aid idi. Məməllərdə neçə beyin şöbəsinin üzəri qırışlı oldu? 2. Hansılar oldu? Beyinciklə yarım kürələr. Hansı beyin şöbələrin üzərini örtdü yarım kürələr? Aralıqla orta. Bəli, orta və ara beyin idi. Quşlarda neçə beyin şöbəsinin üzəri qırışlı oldu? 1 beyincik. Hansı beyin şöbələrin üzərini örtdü? Yarım kürə. Sadəcə ara. Rüşeym halında beyin qabığı kimdə yaranmışdı? Sürünənlərdə. Dövr, Daş kömür. Lamarkda. 5-ci pillədə. İstiqanlılar Lamarkda neçənci pillədə idi? 6-da. Lamark onurğalıların neçə sinfindən istifadə eləmişdi? Deməli, qurbağanı da istifadə eləməyibdi, yerdə qalanları istifadə eləyib. Yəni Yəni balıq, sürünən, quş məməli. bəli. Sonra quşlarda beyin şöbələrini dedik. Aha, bir də məməllərdə bala verməni deyək. İri məməllərdə bir də kiçik məməllərdə cütləşmə ilin hansı fəslinə təsadüf eləyir? İri məməllərdə payızdadır, amma kiçik ölçülərdə yaz. Yaz yay aylarındaydı. Bir də məməllərdə boğazlıq dövrü ilə bala sayı arasında asıllıq qrafiki. Nə qədər boğazlıq dövrü uzun olsa, bala sayı azdır, qısa olanda isə bala sayı çoxdur. Deməli, Yəni tərs asılıdır. bəli, tərs mütənasib. Əgər məməli heyvanın təbii düşmənləri çoxdursa, onun bala sayı az olar yoxsa çox olar? Çox olar. Çoxdur. Yəni kiçik ölçülərlər, bunlarla qidalananlar var deyə. İri məməllər, bir də kiçik məməllər hansı tərəqqidədir, hansı tənəzzüldədir? Kiçiklər tərəqqidədir, böyüklər tənəzzüldə.
Məsələn, bu fildə deyək, bala sayı ilə boğazlıq müddəti tərs asılı olur, yoxsa düz? Deməli, əgər boğazlıq müddəti uzundur, bala sayı isə azdır. Aha. Onun tərs asılıdır onda. Məməlinin ölçüsü ilə boğazlıq dövrü arasında asıllıq. O düz asılıdır. Nə qədər böyük olsa, o qədər də dövr böyük olur. Afrika filinin bir fərdinə düşən sıxlıq nə qədər idi sahə? 40 kvadrat kilometr. Kilometr idi. Məməlilərdən hansı yem ehtiyatı toplamaz? Qış yuxusuna gedənlər, bir də canavar olardı. Qız yox, miqrasiya ilə. Hə, Oradan ora köç eləyir də. Beş-büşün özü ilə aparacaq. Miqrasiya ilə bir də qış yuxusuna gedənlər. Süd vəzləri hansı dövrdə? Trias, Əmcəklər. təbaşir. Nə üçün məməli yay yuxusuna gedir? Hava şəraitinə görə, su rütubətə görə. Yay yuxusuna gedir də, bəli, su çatışmazlığından, qış yuxusuna Qida çatışmazlığından. Bir də temperatura görə. Yəni, yuxusuna qida çatışmazlığı daha çox hadisə olur. Hansı məməlilərdə çiyin quşağı sümükləri maksimum saydaydı? ilk məməlilərdə 6 dənədir, 2 kürək, 2 körpü, 2 qarğa. Bu qədər çiyin quşağı sümüyünü başqa hansı canlılarda görmüşük? Quşlarda görmüşük. Quşlarda bir də Sürünənlər. Sürünənlərdə 2 körpü, 2 kürək, 2 qarğa var idi. Onurğalıların hansı siniflərinin əhliləşdirilmiş nümayəndələri var? Məməlilərdə, bir də quşlarda. Bir də sümüklü Balıqlar. balıqlardaydı. Hansı quşun qanadı rudiment idi? Kivi quşu. Quşlarda yumurta hüceyrənin hansı hissəsi bölünməyə məruz qalır? Bunlar Ruşeym diski nüvə ilə birlikdə. Başqa kimlərdə bu cür bölünürdü? Sürünənlərdə, ilk məməlilərdə bir də. Başqa da var idi. Eee, Sarılıq maddəsini başqalarda görmüsən? Bir də balıqlarda. Ay sağ ol. Bəs hansı canlılarda yumurta hüceyrə tam amma qeyri-bərabər bölünürdü? Dərsi tikanlılar, neşterçə, bir də ali məməli. Bunlar da qeyri-bərabər bölünür. Bərabərdir. Ali məməlilərdə, dərsi tikanlılarda, bir də neşterçədə tam və bərabər bölünür. Tam bölünür, amma qeyri-bərabər ölçülü blastomelər yaranır. Kimdə deyirdik? Qurbağa, triton. Ay sağ ol. Qurbağa və tritonlardaydı. Quş yumurtasının quruluşu necə idi? Deməli, yumurta sarısı, yumurta ağı, yumurta sarısının üzərində ruşeym diski var idi. Sarını ortada saxlayan 2 dənə xalaza kimi ciyə deyirdik var idi. Sonra həmin bu yumurta xaricdən qalın qabıqla örtülmüşdü. Kənarında hava kamerası var idi. Bir də Bir də qapaqlı pərdəsi var idi. bəli, Sərt qabığın altında. İlk dəfə hansı canlılarda sərt qabıqlı yumurta qoydular? sürünənlərdə Dövr. daş kömür. Səbəb nə idi? Onlar soyuqqanlı idilər. Yumurtanın da inkişafı üçün. Quraqlıqla mübarizə aparırdılar yumurta qurumasın deyə. Amma balıqlarda, qurbağalarda görsən pərdə şəklindədir, kürüdür də. Ona görə ki, onlar suya tökürdülər. Yəni qurumaqla bağlı bir problemləri yox idi. Yumurta zülalı nə idi bəs? Albumin Kütləsi nə qədər idi? 68.400. Oha. Yox, 30. Yox, o şey idi. Qanza etapındaydı. Bu 36.000-dir. Yumurtadakı 36.000-dir. Buradakı 36.000, bizdəki 68.400 idi. İnkişafından asılı olaraq, yəni yumurtadan çıxan balaları biz bölürdük. Ətcəbala, cücəbala. Hansıları idilər bunlar? Ətcəbalaları sərçələrlə, göyərçinlərə aiddir. Cücəbalaları isə toyuq, ördək, qaz aid idi.
Niyə belə deyirdik? Çünki cücə bal yumurtadan çıxan kimi artıq onun lələkləri, tük örtüyü var idi, gözü açıq idi, qulağı eşidirdi. Artıq bir neçə saatdan sonra özü sərbəst həyatını başlaya bilirdi, davam edə bilirdi. Ancaq ətcabala isə valideyn qayğısına ehtiyacı var idi. Gözləri qapalı idi, qulaqları hələ açılmamışdı, tük örtüyü hələ tam deyildi ona görə. Bəli. Bunlardan hansı təkamülcə daha qədim olar? Ətcə yoxsa cücə? Cücə. Bəli. Kəskin şəraitdə birinci cücə balaları olub, sonra şərait yaxşılaşdıqca ətcə balaları da gəlmişdi. Deməli, quşlarda deyək ikiqat tənəffüsün mexanizmini. Deməli, tənəffüs oksigen udulanda birinci arxa kameraya gəlir. Arxa kameradan ağciyərə ötürülür. Əgər buraxılanda isə demək nəfəs veriləndə isə onda demək ön kameraya keçir, ön kameradan xaric olur. Yenidən arxa kameradan ağciyərə davam ötürülür oksigen. Deməli, hava ağciyər və arxa kameraya dolur deyə arxadan önə doğru həmişə bir Bəli. istiqamətdə gəlir. Buna görə də həm nəfəs almada, həm də nəfəs vermədə iştirak eləyirdi. Şəkildə göstərilən canlı hərəkətli yoxsa hərəkətsiz qamet hazırlayır? Hərəkətsiz. Çünki dişi fərddir. Yumurtalıq hansı rəqəmlə göstərilib? 20, Mayalanma gedən hissə hansı rəqəmlə göstərilir? 19, 19, yəni yumurta borusuydu. Hansı məməlilərdə kloaka var idi? ilk məməlilərdir. Hansı canlılarda sidik hissəsi özü xaricə açılırdı? Anal dəliyi olanlarda Sidik hissəsi bilavasitə xaricə açılan kimdir? balıqlı, Balıqlardaydı, bəli. Bir- Balıqlarda deyildiyi anal dəlikdən bir qədər arxada xaricə açılmış olurdu. Sonra məməlilərdə bir də ifrazat sistemi neçə dənə orqandan ibarətdir? 2 böyrək, 2 axar, bir kanal, 6 orqan. Bizim ifrazat sisteminin tərsinə ifrazat sistemi olan kim idi? Qaraciyər sortusu. Abi yox. Bəs 2 axar 2 kanal, bir axar var idi. Söhbət kimdən gedir? Parazitlərdən idi o da. Qurduydu. yox, Askarid. tamam. Askarid. Onlarda 2 sidik kanalı, 1 sidik axarı var. Məməlilərdə 2 axar, 1 kanaldır. Askariddə bunun tərsinəsinə idi. Böyrək ilk dəfə kimdə yaranmışdı? Göl ilbizində mollyuskadır. Tək kimdə idi, cüt kimdə idi? Göl ilbizində tək idi, amma anadontda cüt idi. Anadontada, kalmarda da cüt böyrəklərdir. Bütün xordalların ifrazat orqanı böyrəkdir. Xeyr, neçəsi istisnadır. Metanefrit onda. Metanefrit ilk dəfə kimdə yaranmışdı? Soxulcanda. Yəni həlqəvi qurdlarda. Tamam qızım. Maria. Salam. Salam ay Maria. Süd vəzləri hansı dövrdə idi? Triyasda. Əmcəklər. Təbaşir. Yalnız məməlilərə aid olan xüsusiyyətlərdən nəyi deyə bilərik? Deməli, yalnız məməlilərə aid olan məsələn süd vəzlərinin olması idi. Ondan sonra sol mədəcikdən sol aorta qövsünün çıxması. Yalnız sol aorta qövsü deyək. Cüt aorta qövsü olan vardı, ona görə yalnız sol deyirik. Başqa? Diafraqma idi. Aha, əzələvi diafraqman olması. Başqa? Bir də yumşaq dodaqlar idi. Onlar yalnız məməlilərdə idi. Bəli, qulaq seyvanı idi, yumşaq dodaq idi, əzələvi diafraqma idi. Dişlərin xüsusi yuvalarda yerləşməsidir. Mimiki əzələlərdir. Başqa nə var idi? Tərvəzlərdir. Tərvəzləri hansı vəzə şəklini dəyişmişdi? Tərvəzləri xarici sekresiya vəzləri idi. Müvəqqəti xarici sekresiya idi. Hə. Şəklin dəyişməsi də adlanırdı. Tərvəzi yox, xarici idi. Tərvəzin şəkil dəyişməsi müvəqqəti xarici olan süd vəzi. Ona görə o da xarici sekresiya vəzi sayılırdı. Demək, məməlilərdə
Çin quşağı sümüklərinə görə bölsək, Deməli, ilk məməlilərdə 2 kürək, 2 körpücük, 2 qarğa var idi. Amma məsələn bəzilərində isə körpücük sümüyü, yəni bəzi məməlilərində körpücük sümüyü reduksiya olunmuşdu. dördayaqlılarda nə idi bəs? Dördayaqlılarda isə deməli körpücük sümüyü yox idi, qarğa kürək sümüyü. Niyə? Yalnız kürək var idi. Qarğa ancaq ilk məməlilərdə olar. Digərlərində, məsələn, dördayaq dediyimiz tək dırnaqlı, cüt dırnaqlı, yırtıcı, bir də xortumlu. Bunlarda nə var idi? Yalnız kürək sümüyü. Onda desəm ki, hansı məməlilərdə qurşaq sümüklərinin hamısı yastı sümüklərdir? Belə 4 ayaqlarda, yəni cüt dırnaqlı, tək dırnaqlı. Məməlilərdə çoxalma prosesini deyək. Deməli, məməlilər ayrı cinsli heyvanlardır. İlk məməlilər idi ancaq yumurta qoyanlar, yəni ördək burunla, yexidlə, qalanları isə plasenta ilə çoxalırdı. Yəni dişilərdə cinsiyyət orqanları nə idi? Yumurtalıq, balalıq, bir də yumurta borusu. Bir də balalığı biz qurdlardan kimdə görmüşdük? Balalıq insan askaridində. Askariddə idi, balalıq idi, sonra yumurta boruları idi, bir də yumurtalığı var idi. Məməlilərdə maylama daxilidir yoxsa xaricidir? Daxili maylanma. Plasenta nədir? Plasenta elə bil ki, həmin o balanın orada böyüyüb yetişdiyi yerdə, yəni ana tərəfindən qidalandığı yer. Yəni belki balalıqda plasenta adlanan bir pərdə orqanı yaranır, pərdəvari orqan. Həmin bu orqanın içərisində yeni dünyaya gələcək bala yerləşirdi. Göbək ciyəsi vasitəsilə yapışırdı anasına. Bu göbək ciyəsi hansı dövrdə yaranar? Göbək ciyəsi təbaşir. Bəli, əsl məməlilər aid idi. Hansı məməlilər idi ki, bunlar rüşeyin mərhələsində bala doğurdular? Kenguru ilə opossum. Yəni kisəli məməlilərdilər. Rüşeym kimi doğur, sonraki inkişafda ananın kisəsində gedirdi. Bir də məməlilərdə ölçü ilə doğulacaq bala arasındakı asıllıq qrafiki. Deməli, əgər fərd nə qədər iri ölçülü olarsa, onun boğazlıq müddəti bir o qədər artır, balaların sayısı azalırdı. Hansı məməlilərdə boğazlıq dövrü uzun olur? Məsələn, iri məməlilərdə, məsələn, fildə elə 2 il idi. 2 ilə yaxın, 20 ay idi, səhv eləməmsə, boğazlıq dövrü çəkirdi. Quşlarda yer dəyişməsinə görə ekoloji qrupları neçə yerə bölürük? Deməli, uçub gedən quşlar var, köçəri quşlar var, oturaq quşlar var. Məsələn, oturaq çöl göyərçinləridir, sağsağanlardır, sərçələrdir. Köçəri quşlar arı quşudur, boz qarğadır, zığcadır. Uçub gedənlər isə sarı köynək, qaranquş, ördəklər, qaz, bir də bülbüllər. Ördəkdir, qazdır, bülbüllər idi, qaranquşdur, sarı köynəkdir. Məsələn, indi yazıram ki, A nöqtəsi gəldi B nöqtəsinə. Bir də yazıram ki, buradan da üzü bu istiqamətə gəldi. Uçub gedəndə yoxsa köçüb gedəndə? Deməli, uçub gedən quşların müəyyən bir yaşama yeri var idi. Ona görə gəldikləri yerə də qaydırdılar. Ona görə uçub gedən quşdur. Bəli, indi yazıram A-dan getdi B-yə, B-dən getdi C-yə. Bu da köçəri quş olacaq, çünki onların müəyyən bir yaşama yeri yox idi. Deməli, köçəri quşlarda dedin arı quşu, bəs yaşama yerinə görə hansı ekoloji qrupa aid idi arı quşuları? Meşə quşlarına. Bir də arı quşunun adını başqa harda görmüşdün? Təkamüldə. Yəni Ekoloji növ əmələ gəlmə növləri yaranmışdı. növləri ekoloji ilə yaranmışdı. Hansı növləri var idi? Deməli, 5 dənə növ var idi. İri arı quşu, qayıçqa, abıca, kəkili arı quşu, qara arı bir də quşu var idi. qara arı quşu. Bunlardan hansının dimdiyi parçalayıcı dimdiyi idi? Deməli, kəkilli arı quşunda. Nə ilə qidalanırdı? O kaktusla. Nə ilə qidalanırdı? Yox, toxumlarla qidalanırdı. Nəyin toxumları ilə qidalanırdı? Kaktusun toxumları ilə. Kaktus. Mariya canı alacam indi.
Kaktus pirəvitdən idi? Görün nə ilə nəyə gətirib sintez edirsən? İynəyarpaqların toxumları Toxumlar yaranırdı. İynəyarpaqlar hansı dövrdə yarandı? iynəyarpaqlar yarandı Devonda. Harda? Daş kömürdə. Daş kömür. Devon dediyin çılpaq toxumlardır, şöbə olaraq. İynəyarpaqlar onun bir sinfi idi orada yarananlar. İynəyarpaqlı meşələrdə hansı ali sporlu bitki geniş yayılardı? İynəyarpaqlı meşələrdə mamırlar, Kim? şibyə. Ali sporlu deyil ama. Deyildiyi ona görə yarpaqları açıq yaşlı rəngdədir ki, onlar iynəyarpaqlı meşələrdə bitir, orada çox gün düşmürdü. Quzu idi. Planlar idi. Planlarda yazmışdı ki, iynəyarpaqlı Şam meşələrində geniş yayılır. Deməli, bir də quşların qidalanmasına görə ekoloji qrupları var idi. Hansılar idi bunlar? Deməli, bitkilərlə qidalananlar var idi. Məsələn, bunlar payız quşu idi, tetra idi. Bir də meşə xoruzu idi. Hər şey yeyənlər var idi. Sərçə idi, qarğa idi. Yırtıcı quşlar var idi. Bunlar gecə və gündüz quşlarına ayrılırdılar. Gündüz quşları qartal, şahin, qırğı idi. Gecə quşları isə yapalaq bayquş. Bir də deməli, Bunlardan ümumiyyətlə deyildi ki, yırtıcı quşlar torpaq üzərində demək olar ki, gəzmirlər. gəzmirdilər. Yaşadığı yerə görə ekoloji qruplar hansıları idi? Meşə var idi, aralıq səhra quşları, sonra sahil, açıq səhra quşları, sahil bataqlıq quşları var idi. Bir də su quşları. Aysu. Meşə quşları qidalanmasına görə hansı ekoloji qrupun quşları idilər? Meşə quşları deməli, arı quşu idi, tetra idi, onda bitki ilə qidalananlar. Bitki yeyən quşlar idilər. Açıqlıq sahə quşlarına hansı dəyişkənlik formasına rast gəlmişdik? Korrelativ dəyişkənlik, orada deməli durnalarda ayağa təsir edən gen boya da təsir eləmişdi. Ayağını uzadan boğazını da uzatmışdı. Kimlər idi açıqlıq sahə quşlarına aid olanlar? Doydaklar, durnalar, dəvə quşlar. Bəli. Quşların dərsində hansı vəz var idi? Büzdün vəzsi var idi. Yəni pi vəzsi. Bəli. Hansılarda yaxşı inkişaf eləmişdi? Bu elə bir ki, suda olanlarda yaxşı inkişaf eləmişdi. Su, bir də bataqlıq quşlarında. Su bataqlıq quşları bizim hansı qoruğumuzda qorunurdu? Qoruqlardan. Deməli, dəniz qırağı qoruğu olmalıydı da. Lənkəranda olan qızıl ağac. Ən qədim qoruğumuzdur, ilk yaranan odur. Bir də ölçüsünə görə ən böyük qoruqdur. 6-cı sinifin axırında qoruqlarda verilib. Su, sahil, bataqlıq quşlarını qoruyurdu. Hansı quş idi şaquli vəziyyətdə gəzirdi? Dəvə quşu. Yox, şaquli yəni dik gəzən deməkdir. Bir dənə quş dik gəzir. Pingvin. Pingvinlərin suda üzməsində hansı orqanlar iştirak eləyirdi? Deməli, onların qanadları yaxşı inkişaf eləmişdi. Buna görə də yaxşı üzə bilirdi. Həm qanadları, həm də arxa ətrafları suda hərəkəti zamanı iştirak eləyirdi. Bir də bunlarda suda üzməklə əlaqədar arxa barmaqlarında nə yaranmışdı? Pərdələr yaranmışdı. Yəni, üzmə pərdələri var idi. Döş dilləri də yaxşı inkişaf eləmişdi. Suyu yara bilməklərinə görə idi. Bir də üzmə pərdələri quşlardan hansında var idi, amma o su ilə əlaqəsi yox idi. Su Var idi. Tovuz quşu göyərçinində, Bir də turmanda, turmanda. Bunlarda deyildik hansı dəyişkənlik idi? korrelativ. Bəli, bu da korrelativ. Ayağında üzmə pərdəsi olanların, deməli, barmaqlarında pərdə olanlarda ayağında lələşlərə rast gəlirdik. Hansı quşlar tozlanmada iştirak eləyirdi? Kolibri idi, tutu quşu idi, bir də bal soğuran.
bal soranlar. Tutuquşu bal soranlar 6-cı sinifin axırında verilib. Bu mövzuda isə kalibri verilmişdi. Hansı quşun qanadları rudimenti idi? Kivi quşu. Kividə də qanadlar rudimenti idi. Quşlarda deyək, həzm sistemi orqanının ardıcıllığın Deməli, birinci ağız, oradan qulaq, qida borusu, qida borusunu çinadana düşürdü. Çinadanda həmin yeməklər, yəni qida yumşaldaraq birinci vəzili, ondan sonra əzələli mədəyə düşürdü. Oradan sonra da kloakadan xaric olunurdu. bağırsağa keçirdi, bağırsaqdan da gəldi kloakaya. Kloakaya başqa hansı orqanların axacaqları açılırdı? Deməli, burada ifrazat 2 dənə, həzm 1 dənə, cinsiyyətdə də erkəklərdə 2 dənə, dişilərdə isə 1 dənə. Bəli. Onda uçma ilə əlaqədar hansı uyğunlaşmaları qazanmışdılar? Deməli, bunlarda dişlər yox idi, sidik hissəsi yox idi, sol yumurtalıq rudiment halda qalmışdı. Bir də borulu sümükləri var idi, içərisində hava var idi. Sol yumurtalıq rudiment idi. Sağ yumurtalıq reduksiya uğrayıb sol yumurtalığı var idi. Və sağ yumurtalıq reduksiya olmuşdu. Bunlarda demək təkamülün hansı yolu idi? Bax, o yoxdur, bu yoxdur, itirdi bəzi orqanlarını. Degenerasiya. Yəni ümumi degenerasiya ilə getmişdi. Əksər quşların ətrafları neçə barmaqlıdır? 4 barmaqlı, Arxa ətrafları 4, ön ətrafları 3 barmaq. onda müasir quşda neçə barmaq, neçə caynaq var? 8 dənə caynaq, 14 dənə barmaq. Arxeopteriksdə necə idi bu? Arxeopteriksdə isə qanadları var idi, amma uça bilmirdilər. Onda 8 dənə caynağı olar. 14 dənə. Ön ətraf barmaqlarında da caynağı var idi, şəkildən görünür. Arxa ətraflarında 4, 8 dənə, ön ətraflarında 3, 6 dənə. 14 barmaq, 14 dənə də caynağı var idi. Bir də bunlarda rudiment barmaqlar dedik, hansılar idi? Quşlarda Ön ətraf barmaqları. Arxa ətrafları normal inkişaf edib də, ön ətraf barmaqları da rudiment barmaqları idilər. Yəni onların ucunda ona görə caynaqlar da yox idi. Tamam qızım. Nərmin, Bəli, müəllimə. quşlar və məməlilər hansı dövrdə yarandılar? Deməli, əsl quşlar təbaşirdə yaranır. Sonra ilk məməlilər triasda, yenə əsl məməlilər də təbaşirdə. Quşun əcdadı harda yaranmışdı? Arxeopteriks götürür, o da Euroda. Arxeopteriks yox. Arxeopteriks də orada yaranmışdı sadəcə. Ramphornyx var idi, indi sizin dərsliklərinizdə yoxdur. Quşun əcdadı oydu. Onlar da yaranmışdı harda? Euro dövrü. Euroda. Onda tük örtüyü daha qədim olar, yoxsa lələk örtüyü? Tük örtüyü. Tük yaranmışdı Triasda. Triasdan sonra hələ Euroda, Arxeopteriksdə zətdə lələk örtüyü əmələ gəlmişdi. Lələk örtüyü demişkən lələklərinin quruluşunu deyək. Deməli, bədən xaricdən ümumi olaraq kontur, yəni biçim lələklərlə örtülür. Və kontur lələklərində 3 dənə növ var. Çalma, sükan, bir də örtük lələkləri. Çalma lələklər deməli qanadların üstündə yerləşir. Yəni ön ətrafı məsələn pəncə hissəsinə birinci dərəcəli çalma lələyi birləşir. Bunlar daha uzundur. Və sahildə də ikinci dərəcəli çalma lələkləri birləşir. Amma bazu hissəsinə çalma lələyi birləşmirdi. Sonra sükan lələkləri quyruqda yerləşirdi. Örtük lələklər də ümumi bədəni örtən lələklərdir. Əgər lələk yelpiyi milin hər iki tərəfindən bərabər ölçüdədirsə, sükandır yoxsa çalmadır? Bu olar sükan, çünki çalmada qanadda elə bir tərəf daha yastı vəziyyətdə olur da. Bəli, bir tərəfi nazik, bir tərəfi daha qalın vəziyyətdə olurdu. Nə mənşəli maddədəndir lələklər? Lələklər buynuz. Buynuz, dimdikdir, lələkdir. Bunlar buynuz mənşəlidir. Dimdik dibi deyə bir şey var idi quşun başında. Dimdiyin altındaydı yoxsa üstündəydi? Dimdik dibi üstündə. Üstündəydi. Bunun dib hissəsində burun dəlikləri Burun dəlikləri. Bəli. Deməli, verilmiş ayaq tiplərinə görə quşlar haqqında hansı fikirləri yürütmək olar?
Birinci elə, yəni məsələn göyərçindir, normal halda yəni. Əksər quşlarda bu tipdədir. Bəli. Sonra ikincidə burada baxırıq ki, 4 dənə ayağı var. Yəni ikisi önə, ikisi arxaya doğrudur. Məsələn bu demişdik desən ağacda durduğuna görə belə olur da, belə uyğunlaşıbdır. Aha. Sonra üçüncüdə arasında barmaqlar üstə üzmə pərdəsi var, deməli su quşudur. Dördüncüdə caynaqları daha uzun, iti görsənir, deməli yırtıcı quşdur. Beşincidə dəvə quşudur. Bunların hansına görə ekskavatorun novçasını hazırlamışdılar? Bunlardan yırtıcı quş olana Yəni 4 rəqəm elə verilmiş ayaq tipinə görə idi. Quşlarda dimdiyinə görə baxıb onun hansı qida ilə qidalandığını müəyyən etmək olarmı? bəli. Məsələn, Bu məsələn arı quşularda yox idi, nə idi ona? arı quşu olsun lap elə. Arı quşunun hansının dimdiyi parçalayıcı dimdiyidir və niyə? Məsələn, şəkilli arı quşudur, çünki o bitki iynəyarpaqlı ağacların toxumu ilə qidalanırdı, amma digərləri həşəratla qidalanırdı. Ona görə elə bil ki, şəkillidə şeydir, parçalayıcıdır, Aha. o birində ovan. Heyvani qida ilə qidalananlarda tutucu ovan idi. Bir Tutucu, də həşəratla toxumla qidalananlarda parçalayıcı. Birəbitənlərdən dimdik formaları necə idi bəs onda? Elə birəbitənlərdə də bunun kimi, deməli. İndi adı ilə də növün adı nədir? Filan birəbitdən də parçalayıcıdır. Bəli. Məsələn, elə bil ki, deyək, Böyük yer birəbitənin qidasını nə təşkil edirdi? bu yenə toxumlarla qidalanırdı deyə, onda ovucuydu. Parçalayıcı dimdik. Daha doğrusu parçalayıcı, bəli. Sonra Sonra ağaclarına məsələn, bənzər birəbitdən də bəs? ağaclarına bənzər birəbitəndə elə bil ki, bunda həşəratla qidalanırdı. Hı. Uzun elə bil ki, dimdiyinin arasına şey alırdı, tikan alırdı, onunla həşəratı götürürdü. Yəni tutucu ovan dimdikdir, çünki həşəratla qidalanırdı. Qanadları qaldırıb endirən əzəllər hansıları idi? Qanadları qaldıran əzəllər körpücüaltı əzəllərdir, endirənlər döş əzəllərdir. Döş əzələsinin kütləsi 40 qramdırsa, ümumi əzəllərinin kütləsi nə qədər olar? Onda elə bil o birlər də 40 olur, 80. Döş əzələsinin, bir döş əzələsinin yəni. Bir döş əzələsi 40-dırsa da ikisi 80, Hı -hı. digər əzəllər də 80 olur, 160. Yəni bədənin digər əzələlərinin də kütləsi, ümumi əzələlərin kütləsi 160 olacaq. Neçə cür qan dövranı var idi? Boy. 2 cür. Kiçik, böyük qan dövranı. Hı -hı. İlk dəfə 2 qan dövranı kimdə yarandı? Bu elə bil ki, suda, qurda yaşayanlarda. Necə oldu ki, 2 qan dövranı yarandı? 2 dənə qulaqçığı olur. 2 qulaqcıq ondan qabaq anadontada var idi, bə niyə olmadı? 2 dəqiqə mədəciyi olur onda. Yox, qulaqcıq idi, bir də ağciyər. Həm 2 qulaqcığının olması, həm də ağciyərinin olması 2 qan dövranının əmələ gəlməsinə səbəb oldu. Quşun bədənində neçə növ qan dövr eləyir, ürəyində neçə növ? Ürəyində 2 növ olur, bədəndə də 2 növ. Yəni birin birə nisbətində olurdu. Arteriya damarlarında neçə növ qan dövr eləyir? Yenə 2 növ. Bəli. Bəs məməlilərdə necə idi? Məməlilərdə də 2 növ olur. İstiqanlılıq nə zaman yaranırdı? İstiqanlıq, yəni bu elə bil ki, ürəkdə qanlar qarışmır. Aha, qan qarışmayanda canlı istiqanlı olurdu. Quşlar bir də məməlilər oksigenin neçə faizindən istifadə edir? Quşlar 80-90%-dən, məməlilərdə 20-25%-dən. Quşların bədən temperaturu nə qədər olur? 42-43 dərəcə. Və sabitdir. Məməlilərdə bundan biraz azdır, 40-a qədər olur. Çünki bizim zulallarımız 40 dərəcədən sonra artıq denaturasiyaya uğrayırdılar.
Bir də bunların ürək quruluşu ilə məməlilərin ürək quruluşunun fərqi nədir? Elə bil quşlarda sol mədəcikdən çıxan aorta qövsü sağa dönür, yəni sağ aorta qövsüdür bunlarda, amma məməlilərdə sol aorta qövsüdür. Yenə də 4 kameralıdır. Soldan sol ondaydı, soldan sağa doğru aorta da bunlardaydı. Hiss orqanları nədir? Quşlarda yenə göz var. Elə bil hər üç göz qapağına malik 2 dənə gözü var. Sonra eşitmə orqanı var. Yəni bu da 3 hissədən ibarətdir. Daxili, orta, xarici qulaqdan ibarətdir. Və qoxu bilmədə bunlarda nisbətən zəif inkişaf eləmişdir. Xarici qulağın sadəcə keçəcəyi var idi. Amma xarici qulaq seyvanı kimdə idi? Məməlilərdə yaranır. Bütün məməlilərdə xarici qulaq seyvanı varmı? Xeyr, torpaqda yaşayan elə bil bunlarda olmurdu. Bir də ki, suda üzən məməlilərdə. Su məməlisi torpağın içində, bir də ilk məməlilər. Bunların qulaq seyvanları yox idi. Məməlilərdə məsələn yarasanın qulaq seyvanının quruluşuna görə bionikada hansı cihaz ixtira ediblər? Radar. Radar. Hə. Quşun baş beyni ilə məməlinin baş beynini müqayisə eləsən, Elə bil ki, quşlarda yenə ön beyin yan kürələri var, amma bunlarda qırışsızdır. Məməlilərdə qırışlıdır. Ortaq cəhət odur ki, hər ikisində beyincik qırışlı olur. yəni bunlarda sadəcə bir şöbə qırışlıdır. Məməlilərdə Bəli, 2 şöbə qırışlı olur. hansı beyin şöbələrinin üzərini örtdü? Quşlarda ara beyin üstü örtülür, məməlilərdə də arayla orta. Məməlilərdə hə, 2 beyin şöbəsinin üzərini örtür. Ətçə bala ilə cücə balalı quşlar hansıları idi? Ətçə balalı quşlarda elə bil yumurtadan çıxan balanın gözləri qapalı olur, qulaqları qapalı olur və üstündə ya lələk olmur, ya da seyrək lələkli olur. Məsələn, buna da sərçə, göyərçini nümunə olaraq göstərmək olar. Cücə balalı quşlarda isə yumurtadan çıxanda üstü lələklərlə örtülü olur, gözləri açıq olur, qulaqları açıq olur. Bir də onlar çıxandan az bir müddət sonra özləri sərbəst şəkildə gəzə bilirlər. Belə olan bunlara da məsələn toyuq, qazlar, ördəklər, quyu quşları aiddir. Bunlarda demək bir də bala vermə vaxtı cütləşmədən sonra dişi fərq nəyinirdi? Yumurta, yuva qururdu, bunlar daha doğrusu öncədən sonra yumurta qoyurdular. Bir də dişi ilə eşək deyirdik, növbəli küt yatırdılar. Bəzən dişi, bəzən də eşək fərqləri idi. Amma yuva qurmayanlar da var idilər. Bu quşları məsələn deyirdik ki, deyəsən başqa elə bil ki, yuvaya aparıb qoyurdu yumurtasını. Bu quşlarda bir də yuva parazitləri var quşlarda. Onlar gedib başqasının yuvasına qoyurdular yumurtasını. Yumurtanı onun yumurtasına bənzədirdilər. Çıxan balalar onun balasına bənzəyirdi. Ana yemək dayıcı gedəndə götürüb balaları bir yuvadan tullayırdı. Ta ki böyüyüb, ana artıq başa düşəndə ki, bu bunun balası deyil, o artıq digər balaları öldürmüş olurdu. Məməlilərdə cütləşmə, iri bir də kiçik məməlilərdə ilin hansı fəslində idi? Elə bil ki, gəmiricilərdə, kiçik məməlilərdə yaz, yay olur, irilərdə payız. İrilərdə payız idi, ay sol. Bir də bunlarla fəsil dəyişikliyi ilə əlaqədar olaraq miqrasiya, sonra Qışa hazırlıq, yem ehtiyatı toplama, bir də qış yuxusu kimi proseslər olurdu. Məsələn, deyirdik ki, qış yuxusuna gedənlər məsələn yay yem ehtiyatı toplamırlar. Ondan sonra miqrasiyadakı məsələn ot yeyən heyvanlar hava soyuyanda dağlardan çəmənliklərə düşürdülər aşağı. Qışa hazırlıqda deyirdik ki, payızlarda başlayır. Deməli, bir miqrasiya eləyənlər, bir də qış yuxusuna gedənlər yem ehtiyatı toplamır. Digərləri isə məsələn gəmiricilər falan, bunlar yem ehtiyatı toplayırdılar. Qış yuxusuna getməyə səbəb nə idi? Yay yuxusunda nə idi? Qış yuxusunda qida çatışmazlığı, yay yuxusunda da su. Hansı canlılar tərəqqidədir, hansı tənəzzüldədir? İri məməlilər tənəzzüldə, amma kiçik məməlilər tərəqqidə. Bu nə ilə əlaqədardır? Bax, iri məməlilərin bu cür tənəzzülə getməsi.
Yəni az nəsil verirlər. Bax elə E, həmin dərsdə tapşırığın birində idi. Səhv eləmirəmsə ikinci tapşırığın ikinci bəndində olmalı idi. Orada yazmışdı ki, fil 3-4 ildə bir bala verirdi, amma çöl siçanları 1 il ərzində 6-8 dəfə bala verirdi. Fillər bir cins yetişkənliyə gec çatır, iri ölçülüdülər. Bir onlarda cüt bala əmələ gətirmək yoxdur. Ona görə də onlarda məsələn bala sayı az idi. Bir də ki, məsələn 3-4 ildən bir bala verirdi. Buna görə də tənəzzülə doğru gedirdilər. Sonra məməlilərdən bir də deyək ki, quruda yaşayan məməlilər hansı ekoloji qrupu idi? Bunlar nəyə ayrılırdılar? Quruda yaşayanlar məsələn torpaqda yaşayanlar və torpağın üstündə bir də ağacda yaşayanlar olurdular. Məsələn, ağacda yaşayan məməlilərdə hansı yoğunlaşmalar var idi? Elə bil ki, bunlarda ilişən quyruq olurdu, bir də tutucu pəncələr olurdu. Bunlara da aid idi məsələn primatlar, bir də bəzi gəmirici və kisəli məməlilər. Kisəli məmələrdə məsələn koalanın adı deyirdi. Meymunlar, yarım meymunlar, bunlar da ağaclarda yaşayan idilər. Su məməlilərinə hansılara aiddir? Su məməliləri, bunlara da məsələn delfin, balina, su itilər aiddir. Delfinlərdən balinalar quru ilə əlaqəsini tam kəsibdir, amma su itilər yox. Yəni tüləmə, dincəlmək, bir də balalamaq üçün quruya çıxırdılar. Hansı dəstəyə aid idilər su itilər? Dəstəyə suda yaşayan məməli. Yox, ekoloji qrup idi. Dəstə kürək ayaqlılar. Hə, bəli. Bunlar dəstəsinin nümayəndələri idilər. Tamam qızım. Nəzrin? Bəli. Quşlar və məməlilər Lamarckın neçənci pilləsində yerləşirdi? 6-cı. Demək istiqamlı olmağa səbəb nə idi? Çünki bunlarda ürəkdə qan qarışmış. Qarışıq qan getmir bədənə. Timsahın da ürəyində qarışmırdı və sonra yazıqdır, soyuqqanlı. Timsahın ürəyində qarışmırdı, amma sonra ürəkdən çıxandan sonra gedib qarışırdı damarda. Deməli, ümumiyyətlə qanın qarışması soyuqqanlı eləyirdi. Bunlarda isə qan qarışmırdı. Quşlarda nə qədər qazanılan uyğunlaşmalar? Quşlarda deməli sağ yumurtalıq reduksiyaya uğrayıb, kisəsi reduksiyaya uğrayıb, dişlər reduksiyaya uğrayıb, içərisi boş avenodoz sümüklər yaranıb. Məsələn, uzun boylu sümüklər neçə dənədir çöl göyərçində? Uzun boylu deməli bazusaid, sonra bud baldır. Neçə dənə olar? Neçə dənə? 8 dənə. Biraz da diqqətlə saysaq, 12 dənə. 10 dənə. Deməli, bazusaid hissəsinə bax. Bazusaid. Bazu 1, said 2 sümük. Elədi neçə dənə? Bir qolunda 3 dənə, 2 dənə qolunda 6 dənə olacaq. Amma arxa ətrafında hansı sümük rudiment idi? İnci. Hə, bunlar incik. Ona görə bu bir dənə, baldır bir dənə, arxa ətrafında 2 dənə hərəsində bu deyiləcək 4 sümük. Toplam 10 dənə uzun borlu sümük var idi. Quşlarda omurga sütununun hansı hissəsi hərəkətli idi? Baş hissəsi. Boyun omurga sütunu. Bəli. Daha yaxşı görə bilməsi üçün boyun hissə hərəkətlidir. Bir də bəzi quşlarda da deyirdik. Quyruğu da hərəkətlidir. Bu əslində quşlarda bilsən nə idi? O etoloji davranışlar var idi. Erkəklər cütləşmə dövründə dişilərin qabağında rəqs zad edirdilər. Quyruqlarını aça bilirdilər. Həmin bax o hərəkətlərlə əlaqədar olaraq quyruqları da hərəkətli olmuşdu. Pəncə lüləsi nədir və nədən əmələ gəlib? Deməli, pəncə lüləsi ətrafının birləşməsindən əmələ gəlib. Arxa ətraf pəncə sümüklərdir. Yəni bizim bir var ayaq pəncəmiz, bir də var barmaqlarımız. Bunlarda barmaq görünür, ayaq pəncəsi bitişərək bu şəkildə alıb. Bizim əslində quşun ayağı deyə gördüyümüz hissə onun pəncəsidir. Bu dediyimiz, nə bilim, baldır hissəsidir.
bu dibi dediyimiz bud hissəsidir. Bud hissəsi biraz yuxarıda olurdu. Pəncə lüləsi onurğalıların neçə sinfində var idi? Bir sinifində. Bir, yalnız quşlara aid olan xüsusiyyətlərdirlər. Quşun dərisində hansı vəzlər var idi? Quşun bir dənə büzdün vəzisi var. O da su quşlarında daha yaxşı inkişaf edir. Yəni, büzdün vəzsi də dediyimiz pi vəzləri idi. Hansı qabırğaları daha çox sümüklə birləşmə əmələ gətirir? Hansı qabırğa? Birinci. Birinci ilə sonuncunu çıxsan, öndən 2 dənəsi, arxadan 2 dənəsi çıxsan, ortada yerləşən qabırğaların hər biri neçə sümük ilə birləşir? Bir dörd çiyinlə birləşib, bir də fəqərələr. Yəni, yuxarıdan fəqərəyə birləşir, döş fəqərəsinə, aşağıdan döş sümüyünə, bir də görürsən sıxıntıları. Bunlar hissəcəklər. O zaman bir qabırğa 4 sümüklə birləşir. Qabırğalara ilk dəfə kimdə rast gəlmişdik? Sürünənlərdə. Yox, balıqlarda. Balıqlarda dövür, Balıqlarda dövür. Devonda. devondaydı. Quşların çiyin qurşağı sümükləri Quşların çiyin qurşağında bir cüt kürək, bir cüt qarğa, bir cüt çöpdür. toplam 6 dənə idi. Çəngəl sümüyü nə idi bəs? Çəngəl sümüyü, deməli körpücü sümüyü çəngəl sümüyü ilə əmələ gətirirdi, birləşib. Çəngəl sümüyü körpücü də ön tərəfdən bir-birlə birləşərək çəngəl sümüyü adlanırdı. Burada demək qarğa sümüyü şəkildə göstərilən hissədə hansı rəqəmlə göstərilib? 9-dur. 9 qarğa deyirəm, bax hələ. Bir dəqiqə şəkil yaxınlaşdırım. Qurşağına aid deyildi. Bəli. 9 nə idi bəs onda? Nəyə oxşuyur o? Arxa tərəfdədir. Çanaq. 9 çanaqdır, qarğa sümüyü Onda 13-dür qarğa. 3. Bəli, bax, qarğa sümüyü birləşir birbaşa, döş sümüyü. Döş tili hansı rəqəmlə göstərilir? Döş tili 15. Döş tili 15. Kürək sümüyü Deməli kürək 7. Dirsək sümüyü dirsək sümüyü hansı? 3. 3. Onun qarşı tərəfindəki Mil. mil sümüyüdür, bəli. Demək, tənəffüs sistemi Quşlarda tənəffüs sistemi ağciyərlərini təmsil edir. Bunlarda 2 qat tənəffüsdür, hava kisələri var bunlarda. yəni 2 qat tənəffüs yalnız bunlara aid idi. Hansı hava kisələrində qaz mübadiləsi gedir? Heç birində. Onda tənəffüs mexanizmi necə gedirdi? 2 qat tənəffüs. Deməli, birinci hava udulur, birbaşa gedir arxa hava kisələrinə, sonra oradan keçir ağciyərə, ağciyərdə qazlar mübadiləsi gedir, sonra karbon qazı ilə zəng olan qaz keçir ön hava kisələrinə. Arxa hava kisələrinə və ağciyərlərə gedirdi. Bəli. Ağciyərlərdəki də ön hava kisəsinə keçir, ondan sonra arxadakı ağciyərlərə keçirdi. Onda karbon qazı ilə zəngin hava hansı hava kisələrində toplanır? Ön hava kisələrində. Bəli, bəs oksigenlə zəngin olan qaz? Bu da arxa kisədə. Şəkildə verilən quşun kloakasına neçə dənə axar birləşir? Deməli, biri həzmdən gəlir, ikisi ifrazatdan gəlir, biri də ki cinsiyyətdən 4 dənə. Bu dişi quşdur. Baxın. Dişi quşdur. Bəli. Şəkli erkək verirlər. Yerdə qalan heyvanların hamısının şəkli dişi idi. Quşdur, məməlidir, sürünəndir, nə bilim, qurbağadır.
hamısına baxsaz, hamısında dişi fərdlər idi. Burada məsələn yumurtalıq hansı rəqəmlə göstərilir? 12-dir. 12 harda? 12 ümumiyyətlə o şeydir, dalaqdır. Yumurtalıq. Gör onun axarı, bax, yaşıl olanlar həzm kanalıdır, düzdür? Deməli, oradan axtarmarsan yumurtalığı. Kloakaya birləşən yerdən axtararsan. Məsələn, 7. Hə, baxayım. Sağ reduksiya olunub, sol. Sol yumurtalıqdır. O zaman 8 nədir? 8 onda yumurta borusudur. Sol yumurta borusudur, bəli. Çinədən hansı rəqəmlə göstərilib? 5. İlk dəfə Çinədən kimdə yaranmışdı? İlk dəfə hissədən soxulcanda. Hərqəvi qurdlar. Hərgəvi qurdlarda. Hansı dövrdə? Nəzrin dövrlərlə axırıma çıxdı mənim. Elə deyirsən, Nəzrin? Xeyr. Nətər yəni xeyr, mən eşidirəm axı ürəyində dediklərimi. Bütün tiplər, bax adını demirəm, filan kəs tip. Harda yarandı? Proterozoida. Proterozoid. Hərgəvlər də bir tipdir də, o da proterozoid yaranacaq. Hərgəvlər bunun altı neçənci pillədə yerləşirdi bəs? 4-cü. Yəni, sol, 4-cü pillə. Hərgəvilərlə ayaqlar arasında keçid olan kim idi bəs? Trilobitlər. Bəli, trilobitlər hansı sistematik kateqoriyalar arasında keçid idi onda? Tiplə tip. Yəni, ən böyük sistematik kateqoriyalar. Şəkildə verilən orqanlar sistemi hansı orqanlar sistemidir? İfrazat sistemidir. Hansı canlıların ifrazat sistemidir? Quşların. Quşların. Buraya yazıram 1, buraya yazıram 2. Birinci börəklər, ikinci də onlardan çıxan axar. Aha, onda ifrazat sistemi neçədən orqandan ibarətdir? 4 dənə. 4 dənə. Yəni, ifrazat sistemi orqanların hamısı cütdür. 2 böyrəkdir, 2 dənə də axar idi. Bəs məməlilərdə ifrazat sistemi neçə orqandan ibarətdir? Orada 6 dənə. Ali məməlilərdə 6 dənə idi. Neçə növ orqandan ibarətdir? Onda deməli böyrək, axar, kisə, qanad. 4. Mhm. Neçə axar, neçə kanal var idi? Başa düşmədim sualı. Bizdə neçə sidik axarı, neçə sidik kanalı var məməlilərdə? Bizdə 2 dənə axardır, bir dənə kanaldır. Hansı canlıda bizim tərsi nə idi? İnsan asqardında. 2 kanal, 1 Quşlarda eşitmə orqanı hansı hissələrdən ibarətdir? deməli daxili, orta, xarici. Burada xarici qulaq keçəcəyi var idi. Seyvan məməlilərdə yaranır. Seyvan məməlilərdədir, amma hansı məməlilərdə qulaq seyvanı yoxdur? Suda yaşayanlar, bir də torpaqda yaşayanlar. Bir də iş məməlilərdə. Ördək burunun zadın qulaq seyvanı yoxdur axı. Ördək burun hansı seçmənin təsirinə məruz qalıb? Stabilləşdirici. Hansı seçmənin forması idi bu? Təbii seçmə. ISO. Stabilləşdirici seçməyə təsirinə məruz qalıb ki, o vaxtdan bəri indiyənə qədər gəlib çatmışlar. Demək, boz qarğa köçəridir yoxsa uçub gedəndir? Köçəri. Köçəri ilə uçub gedənin fərqi nə? Köçərilər deməli qısa məsafələrə uçub gedirlər. Amma ki dəqiq bir məskunlaşacaqları yer olmur. Hı. Amma uzaq məsafələr qət edirlər. Dəqiq bir stansiya oradan, yəni oradan ora gedir. Hə, uçub gedənlər uzağa gedirlər, bir də dəqiq də marşrutlar olurdu. Məsələn, arı quşu desən, köçüb gedəndir yoxsa uçub gedəndir? Köçəridir. Arı quşu köçərdir. Bir də arı quşunun adını harda görmüsən? Arı quşunu ekoloji növə əmələ gəlmə. Növü yaranmışdı yoxsa yarım növü? Arı quşunun növləri.
Neçə dənə növü var idi orada? 6 idi. Birində sən tapdın. 5 5. Hansıları idi? Çəkili var idi, toxumla qidalanırdı. Deməli, dimdiyi necədir? Dimdi, Toxumun tutucu, parçalayıcı. qəlpəc. Sonra O bilən adlar yadımda elə bilənə. qara, abuca, çəkili, bir də qayıçqa. Qayıçqanın köhnə kitablarda göy arı quşu deyə verirdilər. Bunların da qidasını həşəratlar təşkil edirdi. Həşəratla qidalanırsa dimdik formaları necə idi? Həşəratla qidalanırdı. Tutdu və oval dimdiyi var idi. Bir də arı quşunun yarım növləri yaranmışdı. Hansı növ əmələ gəlməklə? O coğrafiya yaranmışdı. Aryalın, Arealın parçalanması. bəli, 3 dənə yarım növü var idi. Bir də arı quşunun yaşayış yerinə görə hansı ekoloji qrupda adını çəkirik? Meşə quşlarıdır. Bəli, yaşayış yerinə görə də meşə ekoloji qrupuna aid idilər. Tamam qızım.